Bilirsiniz, Rusiya tərəfi öz vassalına açıq şəkildə bəyan eləyir ki, onlar Paşinyanı 9 mayda Kremldə həmin o paradda görmək istəyirlər və bunu bildirməklə siqnal verirlər ki, yəni onun o mətbuatda da gedən məqamlar var idi ki, Covid-lə xəstələnmək və digər bəhanələri üçün hansısa bir yer qalmır və doğrudan da Paşinyan indi çıxılmaz bir vəziyyətdədir. Bir tərəfdən də ki, dalana dirənmiş Avropa İttifaqı siyasəti, onlar hansısa qanun layihəsini qəbul ediblər. Burada da bir addım irəli getmək mümkün deyil, çünki başqa digər çətinliklər var. Onların üzv olduğu Avropa İttifaqından burada olan ziddiyyətlər. Eyni zamanda xarici siyasətdə asıllıq, yəni o resursların olmaması Ermənistanın həqiqətən ora maraq göstərən aktorların əlində alətə çevirir. İstəyir bu Birləşmiş Ştatlar olsun, istəyir Avropa İttifaqı olsun, Rusiya Federasiyası olsun. Ona görə indi 9 may ətrafında baş verən hadisələr də Paşinyan üçün çox ciddi siqnaldır. Başqa bir tərəfdən, deməli, Kremldə mesajlar gəlir ki, Ermənistanın kuratoru dəyişdirilir. Bilirsiniz, bu da bir maraqlı bir ifadədir. Yəni, bir dövlətin kuratoru məsələsidir. Yəni, həmin o kurator dəyişir və Ermənistana siqnallar göndərilir ki, gələn seçkilərlə bağlı, təbii ki, mətbuat yolla olunur. Burada Kremlin hansısa siyasəti həyata keçirilməsi və s. Yəni, yəqin ki, bunun arxasında da müəyyən məsələlər var. Koçaryanın səfəri və s. Bu, Paşinyan üçün verilmiş ciddi siqnallardır. Amma digər tərəfdən yanarsaq, Paşinyanın bugün sülh gündəmi onun siyasi uzun ömürlüyünü təmin etmək üçün yeganə vasitədir və yeganə real vasitədir. Çünki bu 30 ildə Ermənistan cəmiyyətinin məruz qaldığı bu işğalın nəticəsində çətinliklər, cəmiyyətdə o ideoloji zəhərlənmə və s. bundan qurtulmaq üçün doğrudan da yeni şərait yaranır. Və Paşinyan bunu dərk eləyir və Paşinyan komandasında da bu məsələlərə dəstək verən qüvvələr var. Amma digər tərəfdən o revanşistlərin üzə qoyulması, daha doğrusu revanşistlərin müxtəlif formalarda Paşinyana təzyiq artırması, ki, biz keçən dəfə də müzakirə etdik, indi impeachment məsələsini gündəmə gətirirlər. Təbii ki, onların burada uğur qazanmaq şansı aşağıdır. Amma cəmiyyətdə hər hansı formada bu əhval-ruhiyyə ilə oynamaq və yaxud da ki, müəyyən instrumentləri gündəmə gətirmək istəyirlərkən Paşinyanı yola salmaq imkanları var. Və digər tərəfdən də Kremldən olan təzyiqlər. O biri tərəfdən Qərblə olan münasibətlər. Hazırda Paşinyanın vəziyyəti çox acınacaqlı bir vəziyyətdədir. Amma hesab edirəm ki, Paşinyanın bugün Ermənistan dövlətçiliyi üçün ata biləcəyi yeganə məsələ Azərbaycanın qoyduğu tələbləri qısa müddətdə yerinə yetirmək və sülh müqaviləsinin imzalanması istiqamətində konkret, real addımlar atmasıdır. Çünki Türkiyənin sərhədlərinin açılması, Azərbaycanla münasibətlərinin normallaşdırılması bu kiçik regionda, mən Ümumi Cənubi Qafqazı nəzərdə tuturam, sülh sabitliyi üçün unikal bir şans yaradar ki, bundan isə artıq daha böyük məqsədlər üçün istifadə etmək imkanı yaranar.